Bu ev bir neçə nəfərə satılıb. 2 nəfər də əlində sənəd gəldi ki, bu evi bizə də satıblar. Kimsə gəlib deyir ki, bu ev mənimdir. Öz aramızda insanın ömrü gedir də. Çox əziyyət çəkirik. Bu binanın tikənlər hal-hazırda həbsdədir. Bürokratlardan kimsə barmağını ilişdirib saxlayıb. Xırdalan şəhər Mehdi Hüseynzadə bir ünvandakı çoxmərtəbəli binanın sakinləri təxminən 10 ildir ki, böyük pullar verib aldıqları mənzilə girə bilmirlər, daxil ola bilmirlər. Problem isə nə birdir, nə iki. 5 il yaşayan var, 2 il yaşayan var, 3 il yaşayan var. Bu binanın tikənlər hal-hazırda həbsdədir. Məhkəmə qərar çıxartmalarla bağlı. Problemlərimiz ondan ibarətdir ki, məsələn, bir mənzili 200 nəfərə satılıb. Sizin mənzil kimə satılır? Mənzillər var. Məsələn, məndən qabaq taxta şalbanla biri dəyişilib. Adam heç mənzilin yerini tanımır. İndi mənzil kimindir? Hal-hazırda mən yaşayıram, 2 ildən çoxdur. Burada mənim kimi çox sakinləri var. Gəlib deyir mənzil mənimdir. İddia eləyir. Burada məsələn lift yox idi. Qaz sayğacları, su sayğacları üçün vəsaitlər yığılmış, amma yerinə yetirilmədi. Öz vəsaitimizlə, öz əziyyətimizlə bura qaz sayğaclarını təşkil edib, balans sayğacı qoyduq. Burada lifti özümüz qoymuşuq. Yəni, sakinlərin vəsaiti ilə qoyulub. Bu bina ilə maraqlanan yoxdur. Məsələn, biz peçatımız yoxdur deyə rəsmi heç bir yerə müraciət edə bilmirik. Bu evdə bizə makler elə bir göstərmişdi. Maklerədən 1000 manat pul verdim. Bu evi götürdük. Kimsə gəlib deyir ki, bu ev mənimdir. Məhkəməyə verib, nə edib, nə tər eləyib. İndi qapını plomlayıblar. Bizdən əlavə bizim xəbərimiz olmadan evi götürüb bir başqa adama satıb. 8 ildir istəyirəm ki, əlimə sənəd alım, rahatlarım da. Evin sənədi yoxdur. Sənədi vermirlər. Sənəd dedilər ki, verəcək ki, qabağımıza müxtəlif bəhanələr çıxardılar. Onların hamısını bir-bir biz yerinə yetirmişik. İndi gəlib soruşuram ki, nə yerdə qalıb məsələ, bizim niyə yoxdur, bizim sənədlərimizi qarşılıq nə alır? Cavab yox. Deyir, bu tikənlər həbsdədir. Ola bilər. Problem yəni ki, kim yaradır? Problem indi heç bir problem olmamalıdır. Orada hardasa yenə bürokratlardan kimsə nə isə barmağını ilişdirib saxlayıb. Bu ev bir neçə nəfərə satılıb. Hal-hazırda binanın sakinləri yəni təşviş içindədir. Bilinmir ki, gələcəkdə necə olacaq. Yəni hamı bizdə kupça yoxdur, müqavilədir. Bu müqavilələrdən bunlar istifadə ediblər binanın əvvəlki direktorları hal-hazırda həbsdədirlər, tutulublar, hökm çıxarılıb. Onların tutulmağı ilə hökm çıxarılıb, amma bina barəsində heç bir hökm çıxarılmır. Biz bankdan küllü miqdarda pul çıxartmışıq, evin ödənişini eləmişik, evi almışıq. Evdə yaşaya bilmirik, evin qapısına pulon vurublar. İddia edir ki, evin ilkin yiyəsi mənəm. Həqiqətən də, yəni sakin olaraq tək Namaz xan Hüseyn yox, hamımızın problemimizdir. Çox əziyyət çəkirik. Yəni hər kəs əziyyət çəkir ki, istədiyi ki, ailəsi üçün, balaları üçün öz evi olsun. Yəni biz nəyə görə kiminsə ağılsızlığı ucbatından bu əziyyəti çəkməliyik? 2 nəfər də əlində sənəd gəldi ki, bu evi bizə də satıblar. Qardaş, bu necə olur? Bəs siz 4 ildir, 5 ildir yox idiniz axı. Dedilər, yox, bizə də satılıb. O gündən bu günə qalmışıq bax belə ortalıqda. Bina tikənləri tutdular, qalmışıq kirayələrdə, yəni çarəsiz, naəlac. Öz aramızda insanın ömrü gedir də. Hə, o gedə bilirəm ki, nətər yatır. Bu istirabları biz həyatımızda öz yaşıma görə görmüşəm. Yəni bugün istəyiniz nədir? Bu Ədliyyə Nazirinin Baş Qeydiyyat İdarəsindən ki, bizə bu kömək eləsin, cəmiyyəti yaradaq. Bizə bir rəsmi səhət lazımdır ki, biz bu müştərək cəmiyyəti yaradaq və aidiyyatı qurumlara rəsmi müraciət edək ki, məsələn, biz istismara verilsin və yaxud başqa məsələlərimiz var, onları həll eləyək. Heç bir şey eləyə bilmirik. Sakinlərin şikayəti və mövcud vəziyyətlə bağlı Ədliyyə Nazirliyinə sorğu ünvanladıq. Lakin qurumdan məsələyə münasibət bildirilmədi. Sakinlər isə uzun müddətdir davam edən bu problemin tezliklə həll olunacağı günü səbirsizliklə gözləyirlər.